Salam dostlar, bizim Dünya kanalına xoş gəlmisiniz. Yepyeni bir video ilə qarşınızdayıq. Bugün ən yaxşı 10 qorxu filmini tanıdacağam. 10. Dabbe. Bu filmin senarist və rejissoru Hasan Karadağdır. Türkiyə istehsalı olan film 539.381 nəfər tərəfindən biletli şəkildə izlənmişdir. Türkiyənin İzmir şəhərində baş verən paranormal intihar əsasında çəkilmişdir. İzləyicilər tərəfindən gözəl reaksiya görmüş və tez zamanda ölkədə məşhurlaşmışdı. 9. Scream. Rejissorluğunu Wes Craven'in elədiyi film 1996-cı ildə çəkilmişdir. Bir qatil insanlara zəng edib öz haqqında çıxan kinonu izləyib izləmədiklərini soruşur və bir neçə gündən sonra həmin adamları işgəncə verə-verə öldürür. 8. Sitchin. Filmin rejissoru Alper Mesciddir. Senaristi isə bir çoxunun yaxşı tanıdığı Ərsan Özərdir. Film 26 sentyabr 2014-cü ildə vizyona girmişdir və 89.203 nəfər tərəfindən izlənmişdir. Film kindar bir qadının bir ailəyə cin dadanırması haqqındadır. 7. Redwood Massakar. Redwood soyqırımı. Bir gənc qrup sakit bir meşəyə dincəlmək üçün gedirlər. Amma burada onların bir qatil gözlədiyini bilmirlər. 2014-cü ildə vizyona girən film izləyicilər tərəfindən yetərə qədər bəyənilmişdir. 6. 13-cü cümə. 1980-cı ildə Qunicam tərəfindən çəkilmiş qorxu filmidir. 2001-ci ilə qədər növbəti seriyaları da çəkildi. 21 il ərzində filmin 9 seriyası oldu. Filmin Azərbaycanda da tərcüməsi 13-cü cümədir. 13-cü cümə uğursuz bir gün hesab edilir. Filmin baş qəhrəmanı Jason qısa müddətdə əfsanələşmişdir. 5. Chainsaw Massacre. İlk seriyası 1974-cü ildə çəkilmişdi. Qan donduran qorxunc səhnələri izləyicini heyran etmişdi. Sonradan filmin bir çox dəfə fərqli seriyalar çəkildi. Amma filmin tək qüsuru fərqli ssenaristlər tərəfindən çəkilməsidir. Belə olan halda mövzu hər seriya tamam başqa yerlərə gedib çıxır. 2013-də çıxan son seriyası tək sözlə heyran edicidir. 4. Kollektor. Film 1965-ci ildə yazılan Kolleksiyaçı kitabının əsasında çəkilmişdi. Bir qatil düşünün, kolleksiya yığmağı sevir. Kolleksiyası isə insan bədəninin hissələridir. 3. Final Destination. 2000-ci ildə vizyona çıxan film 5 seriyadan ibarətdir. Qorxu və gərilim tərzində olan film böyük rəğbət gördü. Nə fəlakətlər baş verəcəyini qabaqcadan görən insanlar, bəziləri bu fəlakətlərdən qaça bilsələr də, ölüm onları tək-tək təzədən yaxalayacaq. 2. Hostel. Film 2005-ci ildə vizyona girmişdi. Bəlalı bir otel. Otelə girən bəzi müştəriləri çox qeyri-adi sürprizlər gözləyir. Pul qarşılığında otelə gələn müştərilərə işgəncə verən adamlar. Bol qanlı və qorxu dolu film 3 seriyadan ibarətdir. Və sonda gəldiyi ən yaxşı filmə. Bu filmi bir çoxunuz yaxşı tanıyırsınız. Mişar. 2004-cü ildə çıxan filmin rejissoru James Wandır. Film psixolojik gərilim filmidir. 7 ayrı seriyadan ibarət olan filmin rejissorları ayrı idi. Film ağla belə gəlməyəcək hadisələrin baş verməsi ilə tanınır. Videonu izlədiyiniz üçün təşəkkür edirik. Kanalımıza dəstək olmağı unutmayın. Sağ olun.